Hanımlar, yemeklerim hazırdır. Hanımlar, güllerim açmaya başlayıb. Amma bu il nəsə xoşum gəlmir güllərimi. Çünki güllərimi gec elə budamaq deyirik də biz. Sonra da gördüyünüz kimi biraz yandırdım gülləri. Ona görə heç xoşuma gəlmir. Xanımlar, taksin gözləyirəm, sifarişim var. Ofisdəki xanıma konum atmışam. Gözləyirəm, məhsulum gələcək. İnşallah bu gün ayın neçəsidir? Bu gün ayın 7'sidir deyəsən. Sabah inşallah paylaşaram sizlə. 8'i. Görürsünüz xanımlar. Bax, gülləri təmiz yandırmışam. Yenədən belə pöhrəliyiblər. Dərman vurmuşam, çox olub yanıblar. Qonşu uşaqların səsi deyə görürsünüz xanımlar. Çox pis yandırmışam. Yenidən pöhrəliyiblər. Gülüm də açır. Qapıda gözləyirəm xanımlar. Taksi gəlir. Çox sağ ol. Xanımlar, götürdüm məhsulumu. Aparım evə. Elə düşündüm ki, həyətdə göstərim sizə məhsulları. Həmişə evdə göstərirəm. İndi həyətdə göstərim. Xanımlar, Berlinger Haus brendinin məhsuludur. Bahalı, yəni məhsullardır. Keçən bir xanım yazmışdı ki, sizin satdıqlarınız ucuz markalardır. Ona görə heç məni maraqlandırmır. Marketlər doludur, gedib alırıq. Əvvəla, mən demirəm necə bahalı şeylər mən paylaşıram. Paylaşıram. Xoşu gələn izləsin, xoşu gəlməyən izləməsin. İkinci də ki, bahalı marka istəyir, bahalı bıçaq dəsti 142 manata. Həmin xanım gəlsin, alsın. Bütün mağazalarda da var bu brendin məhsulları. Amma açıb göstərməyi yəqin ki, mətbəxdə açıb göstərərəm sizlərə xanımlar. Bu cür deməli bambu stendli deyirlər də, bu cür. Çox bəyənərək aldım, qazan dəstlərimə uyğun. Bəyənərək aldım, zövq alaraq aldım. Zövq alaraq da bəyənərək də istifadə edəcəm. Hələ tamamlanmamış şeylər var. Çaynikini alacağım, nəyini alacağım inşallah. Ürəyim istədikləri alıb tamamladıqdan sonra, yəni videomda paylaşacağım, yemək bişirəcəm qazanlarda falan. Sizlərlə paylaşacağım. Pis insanlardan qaçmaqla deyil, zaten gəlirlər adamı tapırlar.
Yəni burada necə negativlik saçırlar, necə məni əsəbləşdirirlər, eynən komandama da gəlirlər. Mənim yəni komandamda olanlar zaten mənim izləyicilərimdir də, dəvət edirəm. Özləri demişlər, reklam edirəm, gəlirlər, qoşulurlar. Təbii ki, komandamda çox gözəl xanımlar var, ancaq təbii ki, pislər hər yanda daha çoxluq təşkil edir. Gəlirlər, məsuliyyətsizlik edirlər. Məsuliyyətsizlik etdikləri üçün qrupumdan çıxarıram. Qrupumdan çıxartdıqdan sonra mənə təhqirli mesajlar yazırlar, gedirlər. Onlar hər zaman həyatda uğursuz olacaqlar. Hər zaman həyatda büdürəcəklər, yerlərini tapmayacaqlar. Hər zaman da deyirəm ki, mən sizin bacınız deyiləm, ananız deyiləm, qonşunuz deyiləm, qohumunuz deyiləm ki, mənim sizdən bir prinsipim olsun. Mən sizdən məsuliyyət tələb edirəm. İşləyirsiniz, işləyin, işləmirsiniz, qrupdan çıxarıram. Burada işləmək üçündür. Bir yerdə gedib işləyirik. İşə getməyəndə bizi neynirlər? İşdən çıxarırlar da, düzdür. Ən uzağı, ən yaxşı mənada bir dəfə xəbərdarlıq edirlər. Sonra işdən çıxarırlar bizi. Burada eyni ilə. Mənim vəziyyətimi görürsünüz. Mən bu vəziyyətlə üzüm gözüm şiş içində mən görmürəm. Əlimlə gözümün şişini, altını şişini tuturam ki, görüm, qeydiyyat aparıram. Və məsuliyyətli insanlar istəyirəm. Mənim kimi zəhmətkeş insanlar istəyirəm. Nə olur olsun işinə məsuliyyətlə yanaşan insanlar istəyirəm. Mənim kimi yanaşmayanları qrupdan çıxarıram. Mən təhqir edib gedirlər. Göç olar təhqir edəndə mənə nə olacaq? Öz ağızlarım ondarlanır. Nəysə xanımlar, gedim evdə işlərim var. İşləmək istəyən, qazanmaq istəyən məsuliyyətli xanımlar buyurub gələ bilərlər mənim komandama. Şəxsiyə mənə yaza bilərsiniz. Hələ də öz gözüm şiş içərisindədir. Sadəcə bir təhər qalxdım ayağa. Ona görə atama ruhuna halva bişirirəm. Gördüyünüz kimi 3 stəkan un, bir armudu stəkan başı biraz aşağı, amma sonra əlavə etdim xanımlar. Bir armudu stəkan elə süd və yaxud da su. Bu cür görürsünüz, çox gözəl umac alınır. İndi bunu sərəcəm. Sərəcəm bunu qurusun, 1-2-3 saat qurusun. Bu cür əlimizlə edirik xanımlar. Yumurlar açılır, sonra səririk. Üstünü indi örtəcəm. İstər-istəməz hərəkət etdikcə toz gəlib hopardı. Biz görməsək də o toz zərrəcikləri, yəni havada uçuşur. Üç stəkan şəkər tozu, 1 stəkan yarım, əslində onun normasıdır su. 1 stəkan yarımdan artıq əlavə edirəm. Çünki buxarlanır falan, onu yəni əvəz edirəm. Yəni ona görə artıq əlavə edirəm.
Soğanın üzerine koyuyorum, karıştırıyorum. Qaynamağa başlayanda 1 dəqiqə falan, çox yox. 1 dəqiqə qədər qaynayır. Limon duzunu və sarımsaq əlavə edib söndürəcəm. Xanımlar, qaynamağa başlayanda çay qaşığının lap ucunda limon duzu atıram və çay qaşığının yarısından sarımsaq atıram və söndürürəm. Atamın ruhuna. Görürsünüz hanımlar, artıq rəngi dönür. Şunun rəngi qızarır. Beş 6 dəqiqə də qovurum hanımlar. Sonra şirəni əlavə edəcəm. Tam hazır olanda yağ çıxır üzərinə. 5-6 dəqiqə də qovurulsun. Az ateşli. Suyu nəyə görə artıq əlavə edirəm? Çünki həmən söndürmürəm. 2 dəqiqə, 3 dəqiqə lap az ateşli. Yəni hiss edirsiniz də lap az ateşli saxladım. 2-3 dəqiqə belə qarışdırıram. Ondan sonra söndürürəm. O 2-3 dəqiqə içərisində daxı bu buxarlanır. Yəni canında olan belə deyək, su çəkilir. O zaman bərk olur. Tam-tamına 3 stəkana şəkər tozuna, stəkan yarım şəkər tozu əlavə etsək, su əlavə etsək, onda bərk olar. Ona görə biraz artıq əlavə edirəm. Xanımlar, altını söndürdüm. Kim bəyənir xanımlar? Xanımlar var bəyənmirlər, blenderdə olmacı olmasını bəyənmirlər, əldə edirlər. Mən xanıma gücüm yoxdur. Gücüm yoxdur, ona görə əlimdə edə bilmirəm. Yəni blender mənə rahat gəlir. Məsələn, mən bacım bəyənmir, blenderdə bəyənmir, əldə olunmasını istəyir. Gördünüz xanımlar, qatılaşır. Getdikcə qatılaşır. Bu bəzi üstümə gələn xanımlara da onların xətri xoş olsun deyə biraz tünd götürmüşəm. Yoxsa mən bundan ağ götürürəm. Allah atıma rəhmət eləsin. Atamın ruhu şad olsun. Allah Taala axirətini xeyirli eləsin. O dünyasını abad etsin. Təbii ki, bütün dünyasını dəyişən əzizlərimizə Allah Taala rəhmət etsin. Allah Taala cənnətini onlardan əsirgəməsin. Ancaq bu halvanı atamın ruhuna bişirdiyim üçün, yəni sırf atam üçün dua edirəm. Allah günahlarını bağışlasın. Gördünüz xanımlar, qatılaşır. Allah günahlarını bağışlasın, Allah dünyasını versin. Allah anamla, nə bilim necə deyirlər,
Anamla görüşdürsün onu. Atam anamı çox sevib. Ümumiyyətlə anam, atam bir-birini sevər, evləniblər. Atam da anamı çox sevib. Düzdür, xasiyyəti çox ağır olub, sərt olub. Belə deyə də indiki gəlinlərin dili ilə desə, indi hər şeyə zülm deyirlər. Amma atam anamı sevib. Atam anamı sevib. Atam savadlı olub xanımlar. O zaman indi bilmirəm nə gedir. O zaman kənd təsərrüfatı institutu gedirdi də. Bitirib illərlə buğaltır, hesabdar deyirlər o zaman işləyib. Savadlı da atam. Riyaziyyat yaxşı bilirdi. Belə. Allah rəhmət eləsin. Ruhu şad olsun. Allah ölənlərimizin hamısına rəhmət etsin. Rəhmətli anam o zaman xanımlar, biz tərəfdə hamı ehsan deyirdi. Böyük lavaşa su səpirdilər. Da yumuşaq lavaş olurdu da. Mən qəbul olduğum zaman, bilənlər bilir, bilməyənlər üçün bağça müəlliməsiyəm mən. Mən qəbul olduğum zaman anam ehsan demişdi. Bir vedrə xanımlar, bir suyun vedrə. Anam elə halva bişirdi, amma onlar qırmızı, biz tərəf qırmızı edir də, biraz qızardırlar çox. Yadıma gəlir, elə verdi, özüm payladım qonşulara. Bəzən lavaşın, böyük bir lavaşın içərisinə qoyurdular. Aparırdıq, yəni elə paylayırdıq. Hamı bir-birini tanıyırdı qonşular. Bəzən də, məsəl üçün, vedrədə verirdi, məsələn, anam, qonşularda da görürdük. Gedirdik, məsələn, qonşunun qapısını döyürdük, deyirdik, bir boşqab gətirir. Bir boşqab gətirirdi, soz boşqabı deyirik də. 2 dənə çömçə qoyurduq, o dolurdu da tam. Verirdik. Baxırdıq hansısa böyük ailədə ona 2 boşqab verirdik. Yəni o daha yaxşıdır. Çünki əvvəl boşqablarda paylayırdılar, sonra boşqabları qaytarmaq var, nə bilim, nə etmək var. Bəzən lavaşın içərisinə qoyurduq, bəzi insan istəmir bəlkə lavaş. Ona görə yadıma gəlir ki, anam vedrəni verdi mənə, bir çün vedrəni. İçində də bir çömçə, qonşuların qapısını döydüm. Boşqab gətirirdilər, mən də 2 çömçə tökürdüm. Heyf o günlərdən, heyf. Heyf o günlərdən. Xanımlar, indi də banan pirojnası hazırlayıram. Mənə lazım olanları stolun üzərinə yığmışam. Mənim reseptimdə 4 stəkan un istifadə olunur. 3 stəkanını xəmir yoğuracağım qaba əlavə etmişəm. 1 stəkanını kənarda gözlədirəm. Kənarda gözlədirəm. Yəni az-az əlavə edəcəm. Bəzən yumurtanın böyüklüyünə, kiçikliyinə görə, bəzən ona görə falan, yəni az və ya çox gedə bilər. Sonra 1 stəkan xanımlar xama, 1 ədəd yumurta, 1 çimdik duz, yarı çay qaşığı sarı kök, 1 paket vanil, 1 paket qabartma tozu, 3 yemək qaşığı şəkər tozu və 250 qram yağ. Hamısını onun üzərinə əlavə edib yumuşaq xəmir yoğuracam. İndi xanımlar, üstünüzə sağlıq, yəni özümü yaxşı hiss etmirəm. Bəzən elə olur ki, yağı onun üzərinə əlavə edirəm, umas hazırlayıram, sonra digərlərini əlavə edirəm. Amma indi özümü yaxşı hiss etmirəm, ona görə elə belə edəcəm. Bu xanımlar xama o faiz aşağı olan xamalardandır. Yəni elə qatıq da əlavə edə bilərsiniz. Yağda xanımlar otaq temperaturunda yumuşalır. Elə axşamdan mən qoymuşam. Dəzgahın üzərinə
yumuşalıb. Belə xanımlar. Mənə xanımlar uyğun deyil. Kameranı söndürəcəm, xəmiri yoğuracam. Bu stəkandan nə qədər yəni əlavə edəcəm və yaxud da hamısını əlavə edəcəm, yəni sizə göstərəcəm. Xanımlar, xəmir hazırdır. Xəmiri yarım saat soyuducuda dinlədirəm. İşiniz olduğu zaman 1 saata dinləndirə bilərsiniz, heç bir şey olmaz. Mən yarım saat dinləndirib sonra başlayacağım. 40 qramlıq kündələrə ayıracağım və içlik olaraq da qoz ləpəsindən istifadə edəcəm. Xanımlar, unutdum. Xəmiri yoğuracağım qabağa 3 stəkan un əlavə etmişdim. 1 stəkan da kənarda gözləyirdi. Həmin bu stəkanda hamısı getdi. Tam-tamına 4 stəkan undan istifadə etdim. Xanımlar, xəmiri yarım saat soyuducuda dinləndirdikdən sonra 40 qramlıq kündələrə ayırdım. 26 kündə alındı. İndi bir-bir açıb, içlikdə gördüyünüz kimi qoz ləpəsindən istifadə edəcəm. 150 dərəcədə bişməyə göndərəcəm. Xanımlar, banan 3 list oldu. Axırıncı list sobada bişir. Mən plov edəcəm, şəvər plov. 6, 8, 10 bir yetərlidir. Ətdən edəcəm xanımlar. Bir də sinə əti ilə edəcəm ikinci oğlum üçün. 15 dəstədir də. Təmizləyib, yuyub, doğrayıb, sonra 2 tavaya əlavə edəcəm. Belə.
Sizlər, biz kəvər plov deyirik xanımlar. Səbzi plov deyirik. Biz kəvərdən sevirik ancaq. Kəvərlə etməyi sevirik. Kəvərlə etməyi sevirik. Düyü də elə bu da evdə. Baxın görüm nə qədərdir. Xanımlar, artıq qripdə olmuşam. Çox hiss edirəm özümü, üstünüzə sağlıq. 1 2 3 4 Sultan düyüsüdür xanımlar. 3 stəkan bir də bax. 4 stəkan edərdim, amma da olan budur. Uşaqlar axşamı gələcəklər. Deyir, bu yetərli deyib yox. Bunu indi yuyuram. İlıq suda qoyuram islanmağa. Göyərtləri təmizləyirəm, yuyuram, doğrayıram. Əti bişirmişəm. Belə. Banan da axırıncı illik sobadadır. Xanımlar, düyünü yaxşı-yaxşı yudum, ilıq suda islatdım. İndi göyərtiləri təmizləyim, yuyum, doğrayım. Yəni çəkə bildiyim qədər sizlərə də göstərəcəm. Soğanlar qızarmaqdadır. Sonra düyü hələ sudadır. Bunları bişirim. Sonra düyünü süzəcəm. Aşağıdan suyu çəkilsin, düyünü bişirəcəm. Burada da ətlər var o tərəfdən. Burada da bananlardır, halvamdır, hamısı hazırdır. Göyərtilər də stolun üstünə qoymuşam, yer yoxdur. Halvadır xanımlar. Gördünüz necə gözəl alındı. Yağı da yaxşıdır. Üzərini naxış vurmuram xanımlar. Yəni istədiyiniz formada, istədiyiniz cür naxış vura bilərsiniz. Güzel alınır. Allah atıma rəhmət edesin. Bananlar da açım göstərim. Bananlar da göstərim xanımlar. Bişirim bunları, bitirim. Sonra şəkər tozu gəzdirəcəm üzərini.
Amanlar xanımlar. Yaxınında göstərəcəm. Pişirim bunları, bitireyim. Sonra üzerine şeker pudrası gezdireceğim. Onsuz da evde gündə nəsə bişiririk. Sizlər də elə də edə bilərsiniz. Yəni dünyadan dəyişənlərinizin ruhuna bir salavat göndərə bilərsiniz, bir Fatihə oxuya bilərsiniz və onların ruhuna, onları xatırlayıb onların ruhuna duz səpə bilərsiniz də, yəni bişirdiyiniz yeməyə. Mən də bu gün atama onsuz da yemək bişiririk. Düzdür, yəni aş təzə bişirmişdik bir 2-3 gün bundan öncə. Sadəcə olaraq atama görə dedim bu aş bişirim. Onun ruhuna halva bişirdim. Uşaqlar üçün də şirniyyat bişirdim. Ben bunları buradan götürüp xanımlar üstünün üzerine koyuyorum. Bunları götürüyorum. Böyle bu burada kalsın. Bu burada kalsın. Böyle. Onlar biraz kızarsın. Aslında xanımlar, mən rəhmətli yandan neynirdim? Belə səbzi plov bişirdiyi zaman göy soğan yoxdur. Yəni göyətlər aldığım zaman göy soğan ki alırıq. Göy soğanı doğrayıb qızardardı ki, göyərtinin içərisində ağ soğan bilinməsin. Yəni göy soğan göyərtlərdən seçilməsini elə edərdi. Burada da xanımlar sinə ətidir. Burada ətdir. Ətin suyundan biraz. Bir də sinə ətin suyundan. Yəni sonra üzərinə əlavə edəcəm. Bu da düyüdür. Bunlar hazır olsun. Düyünü aşüzənə tökün. Bir də yuyun. Suyu geçsin. Sonra başlayın. Su qaynadım. Düyünü qoyum qaynamağa pişməyə. Xanımlar, mənim yeməklərim artıq hazırdır. Xanımlar, yeməklərim hazırdır. Düzdür, uşaqlarım, xanımlar, daha çox kəsməkli sevirlər. Amma indi hal-hazırda evdə bu var idi, bunu etdirlər. Mən bir az qızardıram, çox ağ götürmürəm bananları. Onda uşaqlar deyir ki, sanki elə bir çiğdir. Bir az, yəni lap az çəhrayı rəngə çönəndə götürürəm. Həm onsuz da şəkər pudrası səpirəm üzərinə, həm də ki, onda daha ovuntulu olur. Üstünü ağ götürəndə xanımlar yumuşaq olur. Amma banan peçenyası gedir. Peçenya yəni ovuntulu olmalı. Ona görə bir az çəhrayı götürürəm.
Xanımlar, mən sizlərlə sağollaşıram. Videomu sonlandırıram. Bugünlük də bu qədər olsun. Yiyiblər, oğlum gəlim yiyiblər. Nuşicanla yiyiblər. Yatıblar. Mən də dayana bilmədim, getdim biraz dincəldim. Gəldim elə indi videonu sonlandırdım. Bananlara şəkər tozu gəzdirdim. Belə gözəl xanımlar. Allah amanında olun. Allah amanında qalın. Allah əmanət olun. Hər zaman qarşınıza özünüz kimi insanlar çıxsın. Hər zaman yaxşı insanlarla qarşılaşın. Amin Allah.